Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Dekabr ayının 15-də də eyni işdəyik. İşləri bölüşdürmüşük, inəyi mən suvaracam. Ən çətin iş. Şövqü də maşallah otu elə yedirib ki. Yer, yurt, küçə, baza otdu. Bizim inəklər yesə doyacaqlar. Oh. Şövqün səsi gəlir, durub orada. İnək həyətlərinə çönməsin. Dünən gedib görüb orada ot var, dadanı var. Oho. O, salam Cəfərov. Salam, hoş geldin. Necəsən? Tamam, falan necəsən? Təbrik edirəm 56 yaşın olma münasibəti ilə. Sağ olasın. Sağ olsun, qədir bilən insanlar ki, ad günü o maşın göndəriblər. Görünüz. Yer şumlayan maşın. Doyunca işlədəsən. Nə var onu bir yoxlayaq. Hatama demişim, gelsin yıksın boşlayaq. Sökək biz də yığaq, korobkadan çıxadaq. Bizim yeri şumla, motor apkatkadan çıxsın. Azərbaycan zon qarşılığı nədir bilmirəm. Deyil yox. Hələ ki qazad yağmayıb. Mən hələ ki bazarımın buna görə hatam gözləyirəm, hatam söz verib tezdən gəlsin. Hələ o gəlini biz sökək baxaq, bir şirinlik zad verək. Korobkasından çıxadaq qoyaq yerə, götürək daşıyaq həyətə. Olmadı da sən. Vəziyyət nə tədir? Vəziyyət yaxşıdır. Qış gəlmir ki, təpilaq oturaq evdə. Gələcək ona da təlaşıma gələcək Allah qoysa. Da yorulmuşam işləməkdən. Görürsən nə çətin iş görürəm. Qalam alısı bütün qaldı. Nəyə getmişdin? At gətirməyə. Hə o Bilavla Azadın atı qalmışdı yuxarıda. Getdim onu tutduq. Volga buradadır. Volgadır, Çaykadır. Çayka. Bir tanesi öldü, ilan vurmuşdu. Onun adı nə idi? Cavakdaş. Görsən adını nə? Bir də çağır görək. Elə Volgaydı. O Volgaydı, bu Çaykaydı. Çayka. Gülgülü. Səni tanıyır Şövqü. Gedə bir onun yanına görə. Çox maraqlı gəldi mənə. Çaykadı da. 25 il at saxlamışam. Nə qədər çağırmışam, mənə cavab ver. Çayka. Çayka qağayı deməkdir, yoxsa maşının adını qoymusan? Çayka kimi axıcıdır, hə? Çayka. Mənə cavab vermir Şövqü, bir daha da sən çağır. Mənə cavab vermədi. Çayka. Şövqünü tanıyır. Qarşılıqlı məhəbbətdir. Şövqü getdin Bakıya gəldin. Avı dəyişdin. Necə gördün Bakını? Neynədin? Bakıya getdin gəldin, havan dəyişdi, indi qızışmısan. İş görürsən. Gələ işləyirəm. Bakıda nə qədər yatmışam, hamısı birindən gəlməyə. Elə işləm. Keçən deyirdim Bakıya bir də getdi, yoxdur, xoşum gəlmir. Bu il də xoşun gəlmədi. Yox, bu il elə getdim, Nəvamın toyunu ladım, qoydum, gəldim. Nəvamın toyunu təbrik eləmişik, videomuza əgər baxmısansa. Fatih demişik, ancaq o Haldunun oğluymuş, bunun adını düz deməmişim. Nihadın toyuymuş. Ha, Nihadın toyu. Fatih'i de bildirin, ama. Odun yarmaq yaxşıdır. Sən əlindən bu baltalar da cana gəlib. Neçəsini vurub küpün sındırmısın? Söğütlərinə də kəsək. Söğütlərinə vaxt istəyirsən, gedək kəsək. Alatın da deyil, onların hamısını kəs. Bu taylı. Sən, yon sənin üçün o cavab deyil, nə özünkün deyil ki. Şənbə bazar gedək. 2-3 dənə motor götürək bu kəsənlərdən. İkisi də işləyir. Məndə də var, səndə də var. Kəsək salaq yan üstə. Doğruyaq orada. Sən də gətir quyu bas, mən də gətirim odun yandırım peşdə. Nə qədər istəyirsən də oxşayın. Orada qutaran. Çayka var, eşşək var maşallah. İşləyəcək. Tablo doludur. Getdim Bakıya toyuqlarda verdin çaqqalı. Sənin sağ olsun. Hər il bir güzel olmalıdır da falan. Bir şey verməliyik. Onlar da bir şey yeməlidir. Aslında özümüz vermirik. Bu da gəlir 30'un birdən yiyirik. Sən Allahın sevimli bəndəsisən. Onun yaratdığı heyvanlara sən baxırsan çoxuna. O kötüyü də ya səndən bir şey soruşacağım. Necə?
Deyirəm o kötüyü də yar, səndən söz soruşacağım. Buyur, sen söhbət Avır görə xala onu yar. Hazır da yarın. Sənin yaxşı damır çivlərin vardı. İkisini də mən vermişdim. Necə oldu onlar? Bunlar buradadır, buralardadır. Onlar istifadə elə də baltanı vurursan küpün xarab eləyirsən. Hatta belki de üstünde yoktu, bu töhme balta. Nə qədər vurursan? Bu Əzilmir. sınanmaz da, yani şu bir töhme, taş baltası değiller. Yəni xalis dəmirdir də. O Ha, birlərin tərkibi polad olur, tez sar. Bunu bit pazarından almışam. Belki de orada bilmirler. Bu dəfə Yok adam. Şövqü getmisən Bakıya, səni Sədərək bazarında tanıyıblar. Ha. Allah canına rəhmət, sənə əl istilər. Sənə görə tanıdılar, ama qəşək çayzat verdiler çox. Biraz peynirim var idi, geç peyniri götürdülər. Hacı adında oğlan idi. Sən balımı tarifləyirdi. Bal yəni arı balı da, balamı yox. Bal, bal. Ha, izləyicilərimizin çoxundan bal dadızdırmışıq, yeyiblər. Nuş olsun hər kəsə. Getdin uzaqdan görən kimi dedi bu Şövqüdür. Ha, çətdə də olubdur, rəhmətli Qaçay mahalləsində olubdur. Hardasa o 2013 idi. Onlar bəlkə də görüşmüşük. Dedim, verin sən dedim, ha, kömürsən bana. Ora qədər izləyiblər ki, Şövqü kömür basanda şikayəti olub onun haqqında. Deyirlər ki, tüstü gəlir bizim evə, deyir ki, tüstü gözələ gedir. Dedilər, bana demək sayılır mı ona? Mən elə bildim, səndən də bal alır, yox. Satmağa yox, ancaq çox adama 1 kilo, 2 kilo vermişik ki, bizim də balın dadına baxsınlar. İnəklər niyə doğmaq bulamadan zətdən ya? İnəklər 10 günə doğar. Elə südsüz demişik ki, Bizim də yoxdur, ha, görə bir dənə imək olan Allah qoysun. bir dənə nağıl vardı, biz uşaq olanda deyir, tikan verdim, çörək aldım, sazım dıngılı dıngılı, çörək verdim. Çörək verdim, qoç aldım, qoş verdim, gəlin aldım, gəlin verdim, saz aldım, sazım dıngılı. İndi bizimki elədir elə. Kömür veririk, yer şumlayan alırıq. Deyəsən yorulmuşsun. 3 gündür basmışam, hala çıxmır. Sönmür. Görmüşəm, boğuluyur, belə söylesen su atmaq olasın, nə istəyir. Odun bəlkə nəməmiş ona görə. Nəmi qoy, hə, çoxdur bir dənə də. Quru olanda da yaxşı kömür çıxmır da. Çoxu kül olur. Kül olur onda da. Kül olmur, damar verirəm. Deyirəm Bakıya gəlib gələndən sonra passivləşmirsən, yorulursan. Başqa qohum əqrabadan kimi gördün? Siz uşaqlardan görmədim, bir dənə toyda görüşdük, da ağlı gəlmişdi. Ağlı da yox idi, qaldı idi. Qaldı gəlmişdi. Çox idi. Yenə də məhsullarından var, pendirdən, nə bilim, cəvizdən, ləfədən. Ləfəsində olan var, ləfəsində. Hardan almısan cəvizi? İstə. Bu il TV-də yaxşı cəviz yoxdur. Dedim, amma elə üstəviz almamışım. O qədər də yox idi ağaçlarda. Ancaq içi sarı. Məhəllə yaxşı idi, yuxarı məhəllə lap pis idi. Orada yox idi, bu il şaxta vurmuşdu, nə idisə. Ön getmişəm Qalamayevdə necə görür. Bizim məhəllədə də itbirəzət yoxdur. Orada var. Yuxarı. Mən də Nəsirvaza gedirəm yol kənarında, bir Əhməd dərəsində bir iki itbirni gördüm. Başqa yoxdur. İtbirini də var. İtbirni olsaydı biraz itbirni çaxır eləyərdik. Doğrudur Qalamayevdə. Yemiş olmuşum. İtbirini yığmaq çətindir. Biraz silkim gətirim verim toyuqlara. Toyuq yeməz, hindişka yaxşı yeyir. Toyuq da yeyir. Məcbur qalsa da. Neçə dənə fərə qaldı? Hani 31'di. Bastı. 200 dənəsindən 31-i yaxşıdır. Ne kadar? 200. 200'den çok idi. 260 tane. Diyor satmışım. Evet 100'e kadar. 100'ün satmışım. Damazlıq 30 dənəsi də bəsdir. Ha, yılbatır. Yaz gəlsin, yenə bastırarsan. Allah korusun yılbatır. Bir dəfə Nəsirvaz kəndindən sənə yumurta aldım, gətirdim, sən sifariş vermişdin. Onlardan bir şey çıxmadı. Çıkmış da hemen öyle çıkmış. 200-üdür, 300-üdür. Yamartından getirmiştim. Ermantı'ndan. Ha. Ha, nal verdim çıkarttı. Hemen de fərqlər. Ən yaxşı mart ayıdır düzənə çatmaq. Mart, aprel, may, ilin ortasına kadar. Aprel ayında işıqlar Arazdan çox güzel bir sönür, külək olur, yağış olur.
Ona göre İçeride de kal. soğuyur. Yumurtalar soğuyur. Şöyle bir maşına da baş çəkək. Gəl, qiyməti zad haqqında bilmirsən də heç nə, çünki hədiyyət. Sən bir istəyirəm düzələrini baxın. O bir iti görürsən, yelinliyib. Bəlkə də doğub o bu gün. Qarnı burnundadır. O doğandan sonra nə edəcək? Bir dənə əncam çəkəm yoxdur ki, aparsınlar, azdırsınlar. Toxunmaq olmaz. Onların imtiyazı bizdən çoxdur. Çox mübarəkdir. Qafağın ağzı açılmır. O açıldı. Xalat istəyir də xalat. Xalat bunun elə bir kisə bot qoykası var. Ona görə deyirsən hətəm gəlsin yıxsın. Ay, evi çətin yığmaq bir. Bu xəyalı cinsindən deyil. Yox, evi dörd tökər. Bunu oturub üstünə sən sür çıx get kəndə çayxanaya gəl ha. Tut görüm rolunu hala tut görüm. Rolu, farası, marası, ışığı. Rolunu tut görüm yaraşır. Bir əlli sürməyə üstündə avadanlıqdır. O da yox o üstündəki şey var o. Bir əlli sürürsən. Yığasan söyrət tutəsən. Ver onu qoyum nevi ya. Ha, başdan sağ. Gecə işığı var. Təkərləri. Bir boltu elə görüb adam qorxur. Bu harandı mənim başım. Deyirəm yəqin 5-in qaçışdırıb veriblər sənə. Təkərləri zimlidir, letnidir. Yay qış təkəri zehlidir. Baxırsan mən zehinə zadına. Dizeldir də yəqin. Hə. Açarı var, xoddamağa, statürü var, partlayır. Çəkisi nə qədərdir üstündə? Yəqin ki, 299. ağırmış öyle. Bunu nə ilə gətirdim bəs? Şimdi tarix. Model nömrə filan. İngiliscə yazıblar. Ölçüləri 1650, 768, 77 mm. 25 at. İndi bunun otu necə çatdırırsan? Bir atın otunu çatdıramırsan. 25 at. Nəyə deyirəm, sabah hətəm gəlib yıxsa, qar yağmayıb, yerləri şumlayaq, həm motor açılsın. Ha, peyin zat qaçırsın yerinə. Qalsın ölsün, yazda bir dədir şumlayaq. Sizin həyat ayaq altıdır, çox tapdırırsan. Şumlağı yazda bir də tapdalayasın. Yazda bir də şumlayaq. Bizim həyata heç kim getmir. Şumlayıb toyuq düzən bitirədən içinə qoxuldan nasıl işləyir. Elə demi. Soğulcanı toyuğa yedirdərlər. Günah işləyirsən, neysən. Yəqin pasportuz adı vardı. Hanı kitabı dəftəri? Ona heç nə çıxmıyor. Nə olmalıdır? Kitabsız bunu yığmaq olur. Səhvlər deyək ki, Yox, Çin dilində olacaq. Yanacaqsa da almısan. hə. Orada var R. Yəni ki, geri 0, 3, 0, 2, 1 o 8 korupron. litrlərində yağ gedir. Yağı benzinə qatmırsan, ayrı tökürsən, özü qatır. Yağ motorun zadın yağıdır da, motorun yağı şeyə düşmür. Motor ayrıca yağ düşmür. Maşınlar Belə odun kəsənlərdə, ot biçənlərdə benzinə qatırdılar. Nə qədərdən də sonra yağ dəyişilməlidir. İşlədikcə özü qatırdı. Yəqin ki, bunun yağı ayrıdır. 3 yerə yağ qatılır. Tökülür. Bax üstündəki bu nədir belə görəsən? Bu heç nə bilmirik, muxtarsa filan, bir rol bağlanacaq bura. Neçəyə başa gəldi? Hədərə bazardan aldın? 3600. 3600. Bax, markasını zaten yazıb yoxlayacaqlara düz deyil. Məlumatı düz verir. Kimsə satmıram deyə yalan deyim, özüm ağlam deyir. Dəstədə 1000 manata var, o bilmirəm hansındandır, o yerdə deyəsən. Ayağın içindən olur. Təzası 0 1200 manat. Onlar da güclüdür. 1200 də yenir. Bunlar xəyal olanda 4000 manat. Onlar da var. Ancaq bu yaxşıdır ki, lazım oldu, lapet Bir dənə qoşursan. lapet lazım. Yaz görə xardan tapa bilirsən. Lapet elə bil ki, kətdə kimdisə görmüşdüm. Vəligildə var idi. O nə Alın üçün? ki ağır deyil, amma yığdırmaqdır var. Nazik materialdan yığmaq olur. 2 gündür olsun. Nə oduna zaten. 6 nəfərlik. Oturduq, axşamları sürdük azıya. Orada yayda pivədən zaddan içdin. Sən də bizim ayaq sürücümüz. Bunu sürməyə də sənə zad lazımdır. Hayır. Vay heç nə. Bunda səni heç kim saxlaya bilməyəcək. Bunun belirləyənləri var. Yəqin onun altındadır. Nəyi? Belirləyənlər. Belgən çoxdur da dəmir olmalıdır.
Böyle daldan koyursan bu o değil. O kötanın topanı. 2 dənədir. Topanlayır ki batırıdır da. Çox batmasın, az batmasın. Bu qoşqa verdi, bax şu qoşqa verdi. Hə, onu qoşursan ki lapeti dartsın. Toplarda deyirsən qabaqdadır da. O deyir düzdür kırılığın altında. Qabaqda bir dənə tək kırılığı var. Skorustu. Skorsu 0 1 2 0 3 0 onlar nə deş bil. Skorustu da. Skorustu aslı bir də zotlu. Başa düşmürəm. Er bilirəm Yağın ki, biri bura var, geridir. Motoruncu bu deyək. Bana kitabını tam oxumaq lazımdır. Həyə dahi olmalıdır abi. Motor da ha, motorun yağı bu deyək. Sən axtar kitabını tap, kitab yağışsa yağar istanlar aparaq, oxuyaq. Ya da markasına zadına baxaq, internetdən araşdıraq. Görək təzəsin necə xodlayırlar. Sabah Gərək ki, maçdan nə qədər gəlsən olur qoş. sabah axşam bu vaxt. Biraz nə qədər tez gəlsən, hatam yumurta gəlir, çıxacaqsan da bunu bilirsən də. Oxuyaq, yazaq ha. Yox, xud yox. Allah faralarından çox xoşum gəldi. Hələ bir tut görüm. İkisini də tut. Qoşa gözləri var. Bax bunu götürüb Akkumulyator onu fət. akkumulyator da hələ bunlar bəlkə babinnəndir, maqnitoyla. Əvvəl traktorların elə bir üsul vardı. Hədə iplə çəkilirsə maqnitodur. Ancaq açarı varsa onda stator. Akkumulyator. Var akkumulyator da olmur. Yarasın bəlkə də var. Zar bir dənə akkumulyator gəlib qoymuşam zaryadkaya. Bəlkə mənimkidir. Yaxşı kəməri zadı var. Eşkəyin örkəni də düzəldi. Qutusunda da nə qədər düzə saxlayacaq. İstəyirsən elə buna Xadenikin o paralomu var. Ondan yığsaq bir dənə də düzə çıxartma maşinası, inkubator budur. Şövqün ağlına batdı. Bu dəqiqə arzuya zəh verəcək ki, paralomları götürürlər. Səninki neçə düzəlikdir. Evdə olan, düzə çıxadı. Orada baxdım, harada çox rusnoydu var. Hər şey olmalı da, maşındır da, maşın hazır maşındır. Bu da Rusnoy dirəyir. hə. Onda tərsinədir ki, üzü bu yana oturursun. Oturacağı da olmalıdır. Oturacaq. Bunu görürsən, bu təkərlər o şumlayanı qoşmayanda bunu qoşsan ki, suyu hara istəyirsən get. Orada Bir dənə qıratı var. bir dənə o qoşqu lazımdır ki, avadanlıqları da içinə yığılsın. Hətəm istəsə sıfırdan buna bir qoşqu yığar. Betlərinin verməsə hə. Yox, ağır nəyə lazımdır? Ağırı qoşsan da yeniş yoxuşdur. Nə qədər yüngül olsa Əziyyət çəkəcək. Yüngül olsun. 300 kilodur. 300 kiloda bu yəqin başı para saparmaz. Güc göstərmir. Gərək özü şüzdürsə lapeti bir 70-80 olsun, 100 olsun. Lapetin içinə yığılanda 300-dən ağır yəqin ki yığılmamalıdır. Bu deməylə deyil. Düzlərdə bu 52 çəkir. Xəyalı bir dəfə tayan yoxuşunda nə hansısa maşınız az dartmışdı deyirsən. Xəyalın ki 9 at gücüdür ha. 9 atıdır, indi biraz köhnəli olub 8 qatır. 7 at bir eşək. Sən bir dənəsi də var, onda Şövqət. O niyə işləmədi? Heç işlətmədi. Onu heç işlətmədin. O keçmişin qalığıdır. Bu müasirdir. Heç xodlamadın da səsini eşidək bu həyətdəki. Həyətdə motor səsi gəlsin. Nədir? Kimdən almısın? O kimdən alıb? Nə? Bu kimin batvarından çıxartmışdılar. Bir balaydan qalma şey. Sən tarix səsini deyim o. Behbud verir bunu. Deyəsən hə. Behbud Bakıda torpaq alanda qarajdan bu çıxıb vermişdi xəyal. Batvarından çıxıb. Hələ, yanda işlətmək olar. Deyir, eşeğe minərlər ata çatana qədər. Atı almısan da neyinirsən? Maşının yanından əl çəkib gedəmirəm. Bunu bir xodlayasan. Minək öyrədək. Benim heç əlimdən gələn şey deyil, amma nə tələs istəyir. Sabah Allah qoysa. Minək öyrədək deyirəm ya bunu. Həsən gəlsin, yoxsun. Görək mənə çox deyil, mənə çox deyil. Çay həmişə qızıl alma gətirməz. Səlqəli işlətsən 20-30 il işləyər. Can sağlığı ilə. İnşallah, sağ ol. Şövqünün 56 yaşına hədiyyə. Özü özünə hədiyyə eləyib.
dost tanış zat hədiyyə elibsə deyin. Onları niyə mən yerə vurursun? Bak mürəbbə yeri zatı badbalda. Ha, bəs kimin nəyi yoxdur, ondan danışırıq. Beynimizə sal, bizə də polka yığdırsınlar. Sağ ol Şövqü, get sən işində ol, mən də inəkləri ötürdüm, getdik. Kimə salamlar zad varsa, hamısını çatdır. Allah koysa sabah fırlan gel. Tam necatımı nihayet yığaq. Hem de yoldan götürək seçərik, yağışsız yağar. Günüz qısa olur. Gecə denə gəlsin burada, Perinos konserşə yığaqdır. Ağıllı iş odur. Yığaq tezdən də xoddur. Sabah yarın axşam şeydə də maşını verib remonta. Orada çaşarlarda deyir gecə gələcəm. Sabah saat 11-12 deyir. Bir dənə o bilir bu işdən də, başqa adam yığılmaz da. Sayyat da yığar, amma demişəm deyir yığarım da. Sayyat yığar. Sayyat da dedi gələrəm amma. Görürük sabah yığarım, alçı götürür. Ya Şövqü, sağ ol. Oldu, sana yaxşı yol. Növbəti videolarda görüşərik, hörmətli izləyicilər. Şövqü də bu gün videomuzun əsas personajlarından oldu. Maşını yığıb xodlaya bilsək, hava da belə geçsə, yer şunun yanında da videosunu çəkib paylaşacaq.